Sizin zəhmət olmasa. Yönləndirək bir dəqiqə gözləyin. Yaxınlaşarız könüllərimizə yönləndirəcəm, əməkdaşımız sizə məlumat verəcək. Gözləyin, əməkdaşla danışın, tam dəqiq məlumat verim sizə. Özüm əslən Laçın rayonundan məcburi köçkünəm. Ailəm 1992-ci ildə Laçın rayonundan Bərdə şəhərinə köç edib, burada məskunlaşmışıq, burada böyümüşəm. Azərbaycan Dövlət İqtisad Universitetinin marketinq ixtisası üzrə təhsilə başlamışam. Üretim yönetimi və pazarlama ixtisası üzrə magistr təhsil almışam. Mən valideynlərimdən Laçın haqqında, kəndimiz haqqında, oranın təbiatı haqqında, tarix haqqında çox sözlər eşitmişəm. Mən özüm qəbul masasında çalışıram. Bizə gələn vətəndaşların əsasən şəhid ailə üzvləri, qazilər, vətən müharibəsi iştirakçıları və digər əlilliyi olan şəxslər üstünlük təşkil edir. Biz onlarla empatiya qurub, onları anlayaraq, onlara başa düşərək xidmət göstəririk. Adətən işdən sonra həftədə 2 və 3 dəfə fitnesslə məşğul oluram, idman zallarına gedirəm. Keçmiş məcburi köçkün kimi Qarabağ Regional Dost Mərkəzində çalışmaq mənim üçün böyük qürurdur.